Merhaba dostlar, mən Sənan. Mən Temudan gələn Paris. Mən Demir. Məli. Bəli, bugün videomuzu bir başlayacaq sizə. Mən Deməli bu gün dönəri bizə təqdim Aynı edəcək. istəyirəm. Menusunda bizə göstərdiyi bütün növ dönərlərin dadına baxacağıq. Hansı növ dönərlər var? Deməli limuzin, toyuq, lülə. bir dənə belə eləyək. Əlimizi belə eləyək, gəlsin bu dönərlər bura. 3, 2, 1. 2 1. Ay sən hardasan videoda? Ben bunlara oturacağım da bunların hamısını razıyım. Sən itirəcəkdi. Kimi bilət. Bəli, opşu bu da hər şey. Bəli. Qab olsun, qab olmasın belə yeyək. Olacaq. Mən hamısını parçalayacağım ondan sonra. Onda belə yeyək, hamısı keçsin. Hamısı bir əsi qalsın, sıra sayılır. Birinci limüzindən başlayaq. Bəli. Qəzəl davamlı. Uşaqlar, indi limuzin dönərimizi parçaladıq, böldük. İndi yeməyə keçirik. Əllərimizlə Sıra təmiz. elə sıra baxıram bilirsiniz. Bismillah. Sıra çıxarır bir şey öyle. Tay yeyib qurtarmayın, tadına baxın, yorumlayırıq. Ne olar ki? Az vaxtında deyib. Az vaxtında deyir, yiyib qutarma deyir. Düzü yedib tutarlar. Yorumlayın. Başqa. Yorumlamağa. O yeməyə. Həm qiymətini, 3.50. həm higiyenini, təmizliyi, Təmizliyi məncə yorumlamır. həm də dadını. Başla bir. Hoş, alarsan bunu. Deməli, sən bunun içinə baxayım. Bir də üçün göstərək. 3.50-yə Ondan sonra görə, verərəm mən. 3.50-yə görə normaldır, amma deyəsən mayonez yaddan çıxır. Məndə var idi. Məndə heç yox idi. Buna bax bir də mayonez. Desin biraz ən axırına tökübdü. Hada o qədər yaxşı, ortadır məncə. Orta. Onun Mənim üzərindən fikrimcə Gecə hamı öz yorumuna onun qiymət versin. üzərindən sevirsən. Sən ver, sən ver. Hər Mən şeydən nə qalır? sevirəm. 6.5. Zordan verin ya. Bax, öz yorumunu qat. içi belə pisdir, soğanı görə prosta mən soğanı yemirəm orası heç. Soğan var idi. Ha, məndə var. Sən tərəfdə. Bilmirəm. Var, bir dənə var. Var. Bir dənə də olsa var. Tamam. Hər tərəfdə şey fərqlidir. Dadı pisdir, amma ətin elə bazı qoyub yüngül var. Hansı rayondan? Yüngül var. Mənim də planım olsun 5. Mən də 7 verirəm, mən bəyəndim. 7 məndə də səbəb odur ki, ilk olaraq sos yoxdur. O tomat kimi də, o sosdan yoxdur. İkinci olaraq məsələn homogenliyi var, hər yerə dağılma. O qədər yaxşı deyil. Mən bir şey deyim, biz evin hamısını birdən sipariş verdik, çoxu dönər dedik deyə. Bəlkə ona görə siz elədik, o qədər düzdür, düzdür. Ona görə bilər, amma belə İndi keçək Augustinə. gələn onu göstər. Uşaqlar, deməli bu da Amma bax zoomlasın, oradan bax zoomlasın. Zoomlamaya bilər. Ay zoomlayacaq da nə özü. bunlardır. Tamam. İndi belə başlayaq yorumlamağa, sən başla yorumlamağa. Yeyək də. Bu bir işdə. Ha, başlayaq. Qoy səsə çıxdı. Allah Məmməd ya. İndi sən bir çıxdı. Pomidor orada. Sosanı. Bu nə adıyla düzəltdi? Şarma? Yox. Lavaşdır ya. Mayonez mən də qatıram, mayonez azdır. Sosu ümumiyyətlə yoxdur. Sos nə sos olur, mayonez olur. Mayonez Sos olmur. ümumiyyətlə Allah yoxdur. o əl sahibinin üçün Pandır- qırmızı sos olur. Pandır sos Olmur, deyil. mən yoxmadım bunda heç. Yox. Tomatdan düzəldilər Ha, qırmızı sos. Onu deyirəm. Pomidor sos da yoxdur. Mayonezli yoxdur. Hə. Yalandan göyərtini doldurubdu. Onu qoy, qoy görsən yanına elə, şah versən. Ciyərim ya. Ümid puanla. Yəni bu yemək olar normal. Onun üzərindən Benim də. 8. Dad bak. 7 var. Gözəl sən söz deyərsən. Dad baxmayan həqiqi pis deyil. Bu üstündə mayonez, mən biraz bol mayonez. Mayonez az var, real da. Mayonezin boyu qardaşım. Mayonez bol xoşdur. Sos da demək olar heç yox idi. Ona görə Mən də 7 verirəm. 7 verirsən. Mənə görə də ümidliyir. Yemək olar, başqasını demişəm. Yemək olar. Prosta sosu, sən deyirsən, tomat sosu yoxdur. Qaqam göyərtini zırrıyıb da, yəni bir dab belə. Bax tərəf. Ona görə də mən deyirəm ki, Tamam. mən bu dəfə 7 verirəm. Yemək olar yəni.
Yəni Dadı o az olsun birisindən dadı o birisindən fərqi var. Çörəklə limuzin fərqi var idi. Çörəklə başqa. Məncə bu daha dadlı. Mən Mən də də- Çünki gəldi. onun birisində çörəyin dadını alırsan çox hissəsində. Hmm. Amma sadəcə Lavaş lavaş azdır, yəni. azdı, yüngüldür yenə lavaş. Ancaq dönərin dadını Hə. alırsan. Bax düzgün danışaq, dadı pis deyil. Amma sos mesela bir şey yoxdur. Sos diye bir şey yoxdur məncə orada. Hə. Bu yəni siz azlı deyirsəniz Hə. yoxdur. Mayonez də az vururlar. Sos- Amma tərəvəzləri yaxşıdır. Tərəvəzləri Sos demirik, var. Deyirik sos yoxdur, mayonez azdır. Hə. Hə, düzdür. İndi keçək o birisi dönərə. Hansı? Tombikdir. Tombik. Deməli indi Hə. tombik adı ilə olan Hə. dönərimizi yeyirik. Bəli, bu da tombik dönərimizdir. Baxa, bunda mən belə baxıram hər şeydən Sıra var. seçdin, sıra seçdin. Ümid sən Hmm. sürək. Siz mən başlayayım bir dəfə. Mənim fikrimcə hazırdır. Buyur. Hər şey yerindədir. Bu dəfə nəsə sosunu da vurdu. Nə əcəbsə sos yerindədir. Hmm. Mayonezi biraz azdır yenə. Amma sosu yerindədir. Buna da 7 verirəm. Yaxşıdır, pis deyil. Mən öz fikrimi deyim. Mən çörək biraz köhnə kimi gəldi. Nə yalan deyim. Bəlkə də elə deyil, bilmirəm. Hə, bu sos cəhətdən bu səfər yaxşıdır. Bu çörək əslində tombik demək olmaz. Tombik çörək çünki çox böyük olur. Bundan biraz azca böyük olur, çox böyük olmur. Bu əslində türk çörəyi. Zava çörəyi bu. Onlar eyni şeydir, yoxsa eyni şey deyil. Türk çörəyindən fərqli. Bu arada çörək bayatdır bax. Bayat Hə. dadı ağzıma Hə. gəldi. Bayat dadı ağzıma Hayatdır gəldi. biraz. Məsələn, bunun dad cəhətdən bəyənməm, amma sosu da içi dadı yaxşıdır. Onun üzərindən buna 6 verirəm. Mən 10 üzərindən 7, yarım. Deyəndə. Mən buna yəni 10-5 verirəm. Həm dadı bu səfər sos yaxşıdır, oturub yəni sos. Hər şey yaxşı, Sos, çörək mayonez. biraz bayatdır. Çörək belə yaxşısa 10 verərdim. Bu da Hə. yaxşıdır. Çörək yaxşı. Tərəvəz az verir bunu. Komediyaya keçəcəyik. Buna tərkibi belədir. At ətindən Bax gözümlüyür, bax gözümlüyür. Aa, fokuslanacaq özü. Çox yaxın tutmasan fokuslayacaq özü. Fokuslayıb. Sıra seçdin. Saskən isə al gözümüz vurur. İndi Ümid işlədim bu. burgerimizi yeyirik. İşte. Burger King Dırnaq nə? arası burger. İşte. Burger King nə? Yaxşı da. Çox düzgünsən ya səfər şeyə. Mən bir Bunda fərqli bir şey var, kim tozağını. Mən deyim mən. De. Buna xanım, puanım daha doğrusu 8-dir. Biri nəyə görə bildim? Biri içində saskazdır. Birinin də qırma səbəbi soğan dadı bilmirəm sizə də elə gəlir, yoxsa çox gəlir elə bil. Bunun çörəyi amma bayat deyil, yaxşıdır. Hə. Bax çörək zaten hər şey yaxşıdır. O bayatımızda nə? Soğan dadı çox gəlir, Hə. bilmirəm sizə də elə gəlir. Mən buna bir dəfə 8.5 verirəm. Sosun adı yerindədir, çörək adı yerindədir. Sən brat, sən səs qalacaq bu mən zor gəlibsən. Sən bilmirəm. Bunda Mən hər acı şey biber var zordur. bu arada. Sən demişdin mi acı elə? Soğan adı yerindədir. Amma Prosta acı biber məsələn istəsə acı Hamısını atıblar. Hə? Hamısını atıblar. hamburger adı ilə Sən əsas sadəcə qoymaq gördün. məntiqli Orada gəlmir. Bir yanımda da danışın da. Hamburger adı ilə əsas qoymaq sizə məntiqlidir. Hamısını da elə satırlar. Bir dənə hamburger. Hamburger deyil bu. Yox, Bu hot dogdur. Hamburgerdə ət qoyurlar. Hamı bura. menü, Belə menümüz də steak var. kimi ət qoyurlar. Bunlar da qoyarlar, prosta Baxın. içində qoyarlar da. Anladın? Heç hamburger yox. Menüdə hamburger yoxdur. Allah o qədər mükəmməl işlər görür ki, hətta menyudan kənar Yox, şeylər. var. Hamburger 1.50. Amma şəşli yoxdur niyəsə. Menüdəki yeməyin biri səndən soruşur. Bax, var şəşli var. Şəkildə ət var. Ət var, görürsən steak ət var. Menüdəki yeməyin biri səndən soruşur. Deyir siz bunu verirsiniz, yox hava şarabı. Qalın. Üçüncü yeməmizdə elə belə dönərik də əksində. Aha. Dedik lülə də var idi, dedik lülər qurudaq. Var mı yoxdur bizdə? Tam sulu. Suyu var həqiqi. Baxışa yoxsa da. Ora baxam ki. O qədər qurudu ki. Mən bir şey danışmaq istəyirəm. Dostlar, getdi dedik ki, bütün menüyü verin. Baxdım 3-4 dənə şey verdilər. Dedik menü çoxdur axı. Mən də bundan 4-5 gün əvvəl orada şarma yemişdim. Dedim şarma vermirsiniz, dedilər şarma vermirik. Yox. Səbəblər hava şəraitinə əlaqədar. Şarma dedim, ərziz pul. Yox, hava mərcüsünə deyil hava. Və şarma niyə yox idi? Şarma dedi ki, kartof yoxdur. Hə, kartof yox. Mən sallatıyor orada kartof. Adını deyim, buranın adını deməyək biz. Sərsən ha. Deyərsən. Belə deyək ki, sən gedə bilərsən. Gedəmmi, getməyəcəm mən. Mən bunun işini işləyəcəklər. Aha, tadına baxdınız görün. Axırıncı yeməkdir bu. Hə. Yer çörək nə dalır. Qoydu və
Göyərtiyinə çox deyil. Bu da sulu yetim. Boğazıma düşən. İstehzan edir. Bu nədir ola? Soğan dadı promoy burnuma vurdu. Buna bax bir dənə. Əslində lülədə elə olmalıdır. Hə. Ət pis deyil, bax. Amma lülə su olsa hər Bax istəyirəm. buna 8.5 verirəm. Adsız da hər şey yaxşıdır. Qırma səbəbim biraz soğan çoxdur. Belə hər şey yaxşıdır, yəni 8.5 Hər şey verirəm. yaxşıdır mı? Hər şey. Mən Hər şey 6.5 müstəqil verirəm. Hansı 6.5 versən? verirəm. Mən biraz ünlü 6.5. xoşlayıram deyə. Mənim üçün 6.5-dir. Nə nəsə çox quruydu, dəhşət Hə, quruydu. Yemin tamam olmur. deyəcəkdim mən. Adamın ağzını Mən quruyur dörd tam verirəm. eləyəndə. Mən də 4 verirəm. Niyə? Çünki həm qurudur, həm də nəsə dad gəlir, o şey belə. Bax. Yağ çox qurublar, ətəz vurublar. Uşaqlar deyim də, yəni mən lülən dediyimdə bişirməyi zadını da yaxşı bilirəm. İlk olaraq çörək çoxdur tərkibində. Bülent təmizləyək qoyurlar. Hətta bunun tərkibində Yalan çoxdur. deyirsən. Normalda qoymurlar. Ha. Var içində ümumi ağlına. Yaxşı. Deməli, lülənin içində burada ilk olaraq çörək çox qoyublar, mən elə düşünürəm. İlk olaraq bişirilmiş də hazır idi. Saxlanmışdı, qurudu. Bu da bir mənfidir. Hə. İkinci olaraq da Bəlkə bilmək. biraz pis deyəcək. Özüm Ət. istəyirəm. 3 manat almışıq sözünüzü, bunu deməyin adı yoxdur. Yəni ət pisiz 3 necə? manat azdır. Azdır əlbəttə ki, lülə üçün 3 manat. Bilə də olur 100 qram ət. Eləyir 1 manat 50 qəpik. 15 manat kilosu. Az imiş o. Ağrı salamlar. Dəməmdən bir şey əlavə edeyim. Həm puanımı sallam 7-yə. Çünki imtahanda apellyasiya verirəm müəllim. Nə bilən üstünə milçək gördüm ya. Düzdür. Ona görə 7-yə. Orada, burada. Orada. Orada. Orada bizə çox şey görüyor. Orada fotoğraflar. Oraya yaxşı çəkməmişik. Puan çəkmişik be. 7-yə. Bilən elə xoşlayanam deyə. 7 ver. Bir də çox quruydu. Ha bura 7 verelim. Sonra sansı 7 verelim. Bu qədər uşaqlar. Bu yemək istəyən uşaqlar. Baxdıq. Söz deyirəm. İndi gəlin danışaq. Yemədik. Obyektin adını yazmayayım. Məncə yazmayayım. Məncə yazmır. Bu Hı? dadı zadı qoysaq bir yerə. Gedərsən etməzsən. Bax bu sual verir. Gedərsən Mən etməzsən. gedərəm. Məsəl üçün həm məkan, həm bildim də ərazi, çatdırılma, Hə. dad, hamısını ümumi olaraq baxsaq, yəni 10 üzərindən 8 veriləsə obyektdir. Bir də təmizlik. Təmizliklə yadıma saldım 7 tamam. Soraxanı təmizlik. Və mən bunların hamısını nəzərə alsam, Ümumi puan verdin, nə sayı? 7.5 verirəm. Sən nə sevirsən? Mən ümumi nəzərə salsaq 7 verirəm. Sən? Kəsdiyim puanlar bilən deyim. Kəsdiyim puanlardan. Yalnız dönər də cəhətdən baxsaq 7.5, hamısına baxsaq 6. Mən də puanı dostlar neçə vermişəm dostlar? 7. 7 verdim, hə. Ya, dən yox. Mən elə 7 verəcəm, yəni ümumi baxsaq 7 verərəm. Amma belə biraz da nəzər alsam 6.5. Məsələn, mənfi nə idi, müsbət nə idi? Bir dənə də onu denir kapanır. Mənfisi lülənin üstünə milçək. Sanitar Elə şərait. yediniz ki, yəni elə bil ki. Mən yemədim, sən lülə Mən yemədim. bilirəm elə şey. Mən lülədən bir dişli aldım. Bu şəxsiyə 6.5 verdi, lüləni bastı ağzına. Konkret doldurdu ağzını. Mən də 4. Hə. Buyur Ümid. Hə, ümumi puanım mənim 7 verirəm. Belə deyim də, məcburiyyətdə qalsam, yəni ac olsam gedib yeyərəm oradan həqiqət. Amma məsələn şəhərdən durub yeməyini ona görə durub gəlmirəm. yəni. Mümkün Ay, deyil. Şəhərdən gəlmək. Məsələn mən 7 Aradan getməyə fikirləşirəm. 8-də Ayxana dönər yeməyə getmişəm Getmişəm də mən də. Amma evdən gidin dönər yeyim. Yo, elmlərdən deyirəm. Elmlərdən hara? 28-də. Buradan İki Mustafa stansiya, içinə Hə. getməsən. 2 dənə stansiya da. Bir gün gedək sizdən tantuni yeyək. Hə, o da olar. Mən xoşlamıram. Hə, yəni belə yer Qazanı qoydum. yer Mən qiymət xoşlamıram. baxımından verdikləri dönərlər pis deyil idi. Dönərlər yəni dönər baxımından fikrim müsbətdir. Bir də Güzel göstər. zat tam deyirəm. Şəhərdə yazsınlar, Canser hansı restoran yazmasınlar. Heç yerə getməyin. Pısaqlanaq yəqin ki, onu deyirəm. Ümumi xalım 7-dir bura qədər məkana. Onun üzərinə 7. Yəni məsələn dönərçiyə gedirsinizsə dönər yeyin. Yəni bunu Biz deyirəm. Vedat Müllörük. Bəli. Kim? Vedat Müllör var. Şey, gurme. Gurme. Gurmenin az demək aslında çeviririm. Az dillə. Böyle gurme diyorsun. Dadı baxan. Gurme. Tad baxan. Pes. Biz çox uzatdıq, sağlaşaq yəni. Dostlar, Sağ olun. kommentlərə yazarsınız, video like atıb abunə olmaq olun. Tüm kommentlərdə yazın, gəlin səvənə eləyək. Sağ olun. Sağ ol. Neyse dostlar sağ olun.